Salam axşamınız xeyir olsun ki, Naz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İsrailin Azərbaycandakı səfiri dəyirmi masa keçirib. Türk dünyasının liderləri Avropada toplaşır. Trump İran neftini alan ölkələrə xəbərdarlıq etdi. İsrail İrana qarşı tək başına hərəkət edə bilər. Lübnan ordusu Hizbullah bazalarına basqın edib. İndi isə daha ətraflı. Mayın 1-də Qəzvin şəhərində bir qrup vətəndaş etiraz eyləmi keçirib. Bu barədə sosial media platformalarında məlumat yayılıb. Qəzvin əyalətinin Yollar və Şəhərsalma Baş İdarəsinin qarşısına toplaşan etirazçılar aldadıldıqlarını deyiblər. Onlar hökumətin Milli Məskən layihəsi çərçivəsində ev almaq üçün illər əvvəl ödəniş etmələrinə baxmayaraq, mənzillərinin təhvil verilmədiyini bildiriblər. Yollar və Şəhərsalma Nazirliyinin vətəndaşları aldatdığını deyən qəzvinlilər məsələ ilə bağlı müraciətlərin cavabsız qalmasından şikayətləniblər. Qeyd edək ki, aldadılan qəzvinlilər aprelin 22-sində də etiraz eyləmi keçirmişdilər. Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı Təbrizli rəssam Həmid Kazemniya Şahsuni əl işlərindən birini mədəni hədiyyə olaraq Azərbaycan Respublikası Milli Xalça Muzeyinə bağışlayıb. Bu dəbdəbəli əsərin müəllifi Həmid Kazemniya ənənəvi Güney Azərbaycan toxuculuğunun fərqli mövqelərini vurğulayaraq bildirib ki, Azərbaycan bölgəsi ənənəvi toxuculuq, o cümlədən xalça, kilim, sumaq, gecim sahələrində zəngin irsə malikdir. Onların arasında Şahsevən tayfasının toxunmuş parçaları praktiki dəyəri, estetikası və ətraf mühitə uyğunluğu ilə önəmli mövqe tutur. O bildirib, ənənəvi Azərbaycan xalçası təkcə toxunma üsulu ilə müəyyən edilmir, həm də yüksək keyfiyyətli yun və ya ipəyin təbii rənglərinin yerli motivlərinin seçilməsi də onun müəyyənləşməsində əsas rol oynayır. Qeyd edək ki, 1953-cü ildə Təbrizdə anadan olan Həmid Kazemniya ənənəvi xalçalar və əl işləri sayəsində beynəlxalq səviyyədə tanınan simalardan biri hesab olunur. O, İrandan Ümumdünya Əl Sənəti Təşkilatının üzvü olan yeganə rəssamdır və onun bütün əsərləri UNESCO-dan orijinallıq möhrü alıb. Ötən gün mayın 1-də Həmədan şəhərində işləyən və təqaüdə çıxmış müəllimlər əyalətin təhsil idarəsi qarşısına toplaşaraq etiraz eyləmi keçiriblər. Bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb. Azərbaycanlı müəllimlər əmək haqqlarının artırılmasına, maaş və təqaüdlərinin gecikdirilməsinə və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz ediblər. Həmədanla yanaşı Tehran, Kirmanşah, Hersin, Nurabad, Şiraz və Buşehir şəhərlərində də müəllimlər oxşar istəklərlə eyləm keçiriblər. Davam edirik. İsrail dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ronen Kraus İsraildə Azərbaycan evində diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib. Görüş Azərbaycan və İsrail ictimai-siyasi əlaqələrinin daha da möhkəmləndirilməsi, hər iki xalq və dövlət arasındakı dostluq və müttəfiqlik əlaqələrinin, həmçinin qardaşlıq münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsinə həsr edilmiş dəyirmi masa formasında keçirilib. Tədbiri giriş sözü ilə açan Dağ Yəhudiləri icmasının sədri Nexamiya Şirin Mixaeli Azərbaycan xalqı ilə Yəhudi xalqının hələ min illər öncəyə söykənən dostluq və qardaşlıq münasibətlərindən söz açaraq bildirmişdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, bu gözəl ölkədə heç bir zaman antisemitizm faktı olmayıb və burada Yəhudilərlə bərabər bütün millətlər azad və xoşbəxt yaşayırlar. Daha sonra Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Bension Şmailov da Azərbaycandakı tolerantlıq dəyərlərindən söz açaraq bildirmişdi ki, Azərbaycan xalqı ilə Yəhudi xalqı əsrlərdir qardaşlaşmış xalqdır. Yığıncaqda iştirak edən bütün təşkilat, icma və qurum rəhbərləri Azərbaycan dövlətinin regional məsələlərdə tam mövqeyinin haqlı olduğunu, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını, Ermənistanın öz havadarlarının diktəsi ilə bölgədə tez-tez yaratdığı təxribat və pozuculuq fəaliyyətini kəskin pisləyərək bunun sona çatmasını arzu etdiklərini bildiriblər. Həmçinin dəyirmi masa iştirakçıları bir daha Azərbaycan dövlətinə və xalqına öz sarsılmaz dəyərlərini ifadə edərək daim dost və qardaş Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısı 20-22 may 2025-ci il tarixlərində Macaristanda keçiriləcək. Budapeştdə baş tutacaq toplantıya təşkilatın Avropadakı yeganə müşahidəçi üzvü olan Macaristan ilk dəfə belə yüksək səviyyəli Türk Dövlətləri Təşkilatı zirvəsinə ev sahibliyi edəcək. Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının daimi üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan və Özbəkistan, həmçinin müşahidəçi statusunda olan Türkmənistan, Şimali Kipr, Türk Cümhuriyyəti və Macaristan nümayəndələrinin iştirakı gözlənilir. Görüşə üzv ölkələrin dövlət və hökumət başçılarının qatılması planlaşdırılır. Budapeşt zirvəsi Mərkəzi Asiya ölkələrinin Kiprlə bağlı son qərarlarından sonra keçirilən ilk liderlər görüşüdür. Xüsusilə Qazaxıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprlə diplomatik münasibətləri dərinləşdirməsi, Şimali Kiprin statusu və Türk dünyasının bu məsələdəki mövqeyi baxımından ciddi müzakirələrə səbəb olub. Əgər İran Respublikasının məqsədi doğrudan da nüvə silahının inkişafının qarşısını almaqdırsa, bütün obyektləri təftiş üçün açmalıdır. Bunu Amerika dövlət katibi Marco Rubio Fox News-a müsahibəsində deyib. Marco Rubio bildirib, Barack Obama dövründə imzalanmış nüvə sazişindəki çatışmazlıqlardan biri də hərbi obyektlərin təftişinə icazə verməməsi olub. Rubio deyib ki, əgər kimsə nüvə silahı yaratmaq istəsə, çox güman ki, onu hərbi təsisatda hazırlayacaq. Biz bilirik ki, İran Respublikasının keçmişdə dünyaya elan etmədiyi gizli nüvə proqramı var idi. Sepah Britaniyanın milli təhlükəsi üçün ciddi təhdiddir və terror təşkilatı kimi tanınmalıdır. Bu, Britaniyanın Henry Jackson İnstitutunun hesabatında bildirilib. Henry Jackson İnstitutu İran hökumətinin hərbi qolunu təkcə ölkədə ekstremizmi təbliğ etməklə deyil, həm də cinayətkar dəstələrlə əməkdaşlıq edərək Britaniya torpaqlarında öz müxalifətlərinə qarşı casusluq etməkdə və onları təhdid etməkdə ittiham edir. Hesabatda yazılıb. Hazırda Britaniya ərazisində Sepah ilə bağlı mərasimlərin və tədbirlərin keçirilməsi zorakılığı təbliğ etmək, azlıqlara qarşı zorakılıq hərəkətlərini təqdir etmək və ekstremizmi yaymaq üçün bir vəziyyət yaranıb. Amerika prezidenti Donald Trump İran neftini alan ölkələrə sərt xəbərdarlıq edib. Trump xəbərdarlığında bildirib, İran neftinin və ya neft kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır. İrandan hər hansı neft və ya neft kimya məhsulları alan istənilən ölkə və ya fiziki şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onların heç bir şəkildə Amerika Birləşmiş Ştatları ilə iş aparmasına icazə verilməyəcək. Qeyd edək ki, ötən bazar günü Yemen hüsləri Amerikaya məxsus Usari S-Truman gəmisinə dronla hücum edib. Hücumdan yayınmaq üçün kəskin manevr edən gəminin göyərtəsindəki A-18Y döyüş təyyarəsi Qırmızı dənizə düşüb. Bir nəfər yaralanıb. Husilər dəyəri 60 milyon dollar olan qırıcı təyyarəni vurduqlarını iddia edirlər. CNN isə təyyarənin vurulmadığı, dənizə düşdüyünə dair məlumat yayıb. Bu hadisədən sonra Pentagonun rəhbəri Pete Hegseth də İrana sərt xəbərdarlıq edərək Amerikadan cavab zərbəsini gözləməsini məsləhət görüb. Naməlum cinayətkarlar Suriyanın paytaxtı Dəməşqin cənub-şərqində yerləşən Saxnaya şəhərinin meri Husam Varuranı güllələyiblər. İnsident zamanı merlə birlikdə oğlu da öldürülüb. Merə qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib. Hökumət orqanları qətlin baş vermə səbəblərini araşdırırlar. Qeyd edək ki, sözü gedən bölgələrdə 2 gün ərzində Dəməşqdəki hökumətinə tabe təhlükəsizlik qüvvələri ilə yerli silahlı dəstələr arasında toqquşmalar baş verib. Mayın 1-də Karaman və Saxnaya ətrafında atəşkəs elan edilib. Birləşmiş Ştatlar artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq. Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Tim Brus bildirərək deyib. Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır. Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Amerika yenə də sülhün bərqərar olması üçün əlindən gələni edəcək. Lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir.
İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu və Müdafiə naziri İsrail Katzın yaydığı birgə bəyanatda bildirilib. Məlumatda deyilir, bu Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik. İsrail ordusu verdiyi açıqlamasında qırıcıların Dəməşqdə prezident Əhməd Əş-Şara sarayına yaxın əraziyə zərbələr endirdiyini təsdiqləyib. Lakin əlavə məlumat verilməyib. Qeyd edək ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyaya dəfələrlə hava hücumları təşkil edərək hərbi texnika və anbarları məhv edib. Amerika və İran arasında nüvə danışıqları davam edərkən hərbi əməliyyatlar aparılarsa, İsrail bu əməliyyatları tək həyata keçirəcək. Bu barədə adının açıqlanmasını istəməyən məmur Associated Press-ə bildirib. Əgər danışıqlar davam etdiyi müddətdə hərbi əməliyyatlara ehtiyac yaranarsa, İsrailin İrana zərbə endirməyi seçəcəyi aydındır. Çox güman ki, bunu tək başına edəcək. Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini demişdi. Xəbərlərimiz davam edir. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, məşğələlərə Azərbaycan Hərbi Dəniz Qüvvələri Dəniz Təlim Mərkəzinin Gəmi Hazırlığı bölməsi və Türkiyə Hərbi Dəniz Qüvvələri Təlim Mərkəzinin Yıldızlar Təlim qrupu cəlb olunub. Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir. Aprel ayında İranın müxtəlif həbsxanalarında 33 sünni məzhəbli etnik bəluç edam edilib. Bu barədə bəluç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə daha 85 etnik bəlucun da edam ediləcəyi barədə qərar təsdiqlənib. Edam edilənlərin 24-ünün narkotik maddələrin alveri, 5-inin qətl və 4-ünün siyasi məsələlərə görə ölüm cəzasına məhkum olunduqları bildirilir. Qeyd edək ki, cari ildə İranda ümumilikdə 342 nəfər edam edilib. Onların 11-i qadındır. Lübnan ordusu ölkənin şimalındakı Hizbullah bazalarına basqın edərək terror qruplaşmasından yüzlərlə raket ələ keçirib. Səudiyyə Ərəbistanının Əl-Hədas kanalı xəbər verir ki, Lübnan ordusu ölkənin şimalındakı Əl-Bədəvi Fələstinli qaçqın düşərgəsindən 800-ə yaxın raket ələ keçirib. Hərbiçilərin Lübnanın şimalında Hizbullaha məxsus bazalara da daxil olduğu bildirilir. Lübnan rəsmiləri xəbərlərlə bağlı mövqe bildirməyib. Məlumata görə raketlər Fələstinin Azadlığı, Xalq Cəbhəsi, Baş Komandanlıq terror qruplaşmasına son illər Lübnanda fəaliyyət göstərən Kiçik Fələstin təşkilatına məxsus olub. Bu terror qruplaşmasının Fələstinin Qurtuluş Xalq Cəbhəsi ilə əlaqələri və son illərdə müstəqil olaraq böyük terror aktları törətdiyi məlum deyil. Davam edirik. Rusiyanın heç bir ölkə kimi Ukraynanın NATO-ya üzv olmaq seçiminə veto qoymaq hüququ yoxdur və olmayacaq. Bunu Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa deyib. Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa bildirib. Bəli, ola bilər ki, hazırda ölkənin NATO-ya üzvlüyü ilə bağlı konsensusa malik deyilik. Amma buna nail olmaq üçün fəal işləməyə davam edəcəyik. Rusiyanın heç bir ölkə kimi seçimimizə veto qoymaq hüququ yoxdur və olmayacaq. Sibiqa sözlərinə əlavə edərək bildirib ki, Rusiya qeyd-şərtsiz atəşkəsə hazır deyil və müharibəyə can atır. Ukrayna nəyin bahasına olur olsun qandarma sülhə getməyəcək. Ölkənin sülh şərtləri ilə bağlı prinsipial mövqeləri aydın və dəyişməz olaraq qalır. Birincisi, müvəqqəti işğal olunmuş heç bir ərazini Rusiya ərazisi kimi tanımayacağı. İkincisi, Rusiya silahlı qüvvələri ilə bağlı heç bir məhdudiyyətlə razılaşmayacağı. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.